Salam əziz müəllimlər və şagirdlər. Bugünkü video izahımızda sizə Süleyman Sani Axundovun Nürəddin əsərinin təhlilini verəcəm. Qeyd edim ki, əsər 7-ci sinif ədəbiyyat kitabında verilmişdir. Və əsəri mən də burada davamlı ardıcıl şəkildə oxuyacağam. Əsas məsələlərin altına xətt çəkəcəm. Siz də qeydlərinizi götürərsiniz və sonda əsər haqqında ümumi məlumat verərik. Ümumiyyətlə bilin ki, əsər hekayə janrında yazılmışdır, epik növə aiddir. İndi başlayalım əsərimizin məzmununu təhlil etməyə. Siz də bu cür dərs videolarının ardından gəlmək istəyirsinizsə, abunə olub, bəyənin, paylaşın və yazın. Başlayaq dərsimizə. Demək, Nürəddin. Qafqazda Hacı Nəsir adlı bir tacir sakin idi. Bu tacirin Həlimə adlı arvadı camalda gözəl olduğu kimi xasiyyəti də gözəldir. Demək, Hacı Nəsir Nürəddin atasıdır və Nürəddin anasının adı da Həlimədir. Və Həlimə də həm üzdən gözəl idi, həm də ki, xasiyyəti də gözəl idi. Bu arvadın dünyada övladsızlıqdan başqa bir qəm qüssəsi yox idi. Axırda bunların bir oğlu oldu. Hacı Nəsir o gün oğlunun təvəllüdünü şadlıq edib, şəhərin fəqir-füqarasına pul xörək payladı. Oğlunun adını Nürəddin qoydular. Bir dəfə Hacı Nəsir oğlu üçün kibrit qutusu irilikdə bir Gülüstan kitab gətirmişdi. Həlimə bu qəribə şeyi haradan aldığını soruşduqda Hacı Nəsir cavab verdi. Bir gün bazardan qayıdarkən bir nəfəri körpü üstə ağlayan gördüm. Mən dayanıb bunun səbəbini soruşdum. Kişi dedi, mən bir kasıb adamam, əslim haralıdır, İranlıdır. Əldə xırdavat satmaq üçün 100 manat pul düzəldib buraya gəldim ki, mal alıb aparım. Bu bir saat bundan qabaq pulumun hamısını cibimdən çıxartmışlar. Bu kişinin halına ürəyim yandı. Cibimdə 300 manat çıxarıb dedi. Mən dedim. Al kişi, bu sənin 300 manatın. Get mal al, kəsbində qalma. Qazanıb sonra pulumu qaytararsan. İndi isə balaca Nürəddimə dua et. Kişi əlimdən öpüb, əl öpmək məsələsi və mənzilimi soruşdu və sevinə-sevinə çıxıb getdi. Axşam mənzilimdən çay içdiyim zaman həmin kişi içəri daxil olub, Hacı, sovqa üçün bundan əziz bir şey yoxdur. Bir dəqiqə. Gülüstan kitabını mənə uzatdı. Qoy, mən Rəhim tərəfindən sevgili övladınız Nürəddinə Sədinin bu Gülüstan kitabı yadigar olsun. Həmin Gülüstan kitabının müəllifi Sədidir. Sonra dübarə razı edib getdi. Həlimə kitabı ipək parçaya tikib Nürəddinin boynundan asdı. Oğlum böyüyəndə bu kitabı oxuyar dedi. Demək, bu əsas məsələlər deyirəm, mən altına xətt çəkirəm. Yəni, bunlar bilin ki, testdə düşən məsələlərdir. Bunları yadda saxlayın. Nürəddin böyüyüb 8 yaşına çatdı. Hacı Nəsir oğlunu məktəbə qoydu. Nürəddin oxumaqda birinci şagirdidir. Bir dəfə Həlimə hamamdan çıxanda özünü soyuğa verib yorğan döşəyə düşdü. Demək, Nürəddin anası ölməmişdən qabaq da oxumaqda birinci şagirdidir. Və bir dəfə Həlimə hamamdan çıxandan özünü soyuğa verib yorğan döşəyə düşdü. Hacı Nəsir bir neçə məşhur həkim gətirdisə, onu sağala bilmədi. O Nürəddin deyə vəfat etdi. Anasının vəfatından sonra Nürəddində böyük qəmginlik görünürdü. Ancaq biliyi ilə müəllimlərini heyrətə gətirirdi. Yəni, demək, anası ölməmişdən qabaq da müəllimləri heyrətləndirirdi. Oxumaqda birinci idi. Anası öləndən sonra da düzü qəmginlik çəksə də, amma oxumağında geri qalmırdı. Hacı Nəsir evlənmək fikrinə düşdü. O qeyri şəhərdə sakin olan şəriki ilə hesab çəkməyə getmişdi. Məqsədi nə idi? Nəyə görə getmişdi? Hesab çəkmək üçün. Pul məsələsi var idi. Bu şəhərin 20 versliyində olan kənddə Hacı Nəsirin İmamverdi adlı tanışı var. Demək, İmamverdi ilə pul məsələsi yox idi. Həmin kəndin yaxınlığında bir pul məsələsi vardı. Ona görə həmin məsələyə görə getmişdi və ondan sonra İmamverdinin yanına gedir. İmamverdi onu mehribanlıqla qarşıladı. Sonra üzünü qızına sarı tutub dedi. Gülpəri, tez ol nahar tədarük et. Hacı Nəsir yol gəlib, acdır. Gülpəri qısa boylu, dolu əmdanlı, qara buğdayı, bədxasiyyət, 23 yaşında bir qız idi. Demək, Gülpəri neçə yaşı var? 23 yaşında. Onların uzun söhbətinin nəticəsi bu oldu ki, qəza Hacı Nəsir dolaşdırıb İmamverdi ilə qohum etdi.
2 gündən sonra həzinəsi Gülpərinin evinə arvad gətirdi. Gülpəri evdəkilərin hamısı ilə kobud rəftar edirdi. Get-gedə onun zülmü artırdı. 10 ildən ziyadə həzinəsinə xidmət edən bir nökər bu tövr rəftara daha davam edə bilməyib qulluqdan çıxdı. Demək 10 ildir ki, həzinəsinin evindədir, həmin xidmətçi, hər hansı bir xidmətçidirsə. Amma Gülpərinin bu zülmünə dözə bilməyib çıxır. Nurəddin olmasaydı, qulluqçu Bahar da çoxdan çıxıb gedərdi. Gülpərinin hər zülmünə davam edirdi. Tək ki, əli balaca Nurəddindən üzülməsin. Həzinəsi bu işləri görüb ikinci dəfə evlənməyə çox peşman idi. Demək, peşmanlığı var ikinci dəfə evlənməsinə görə. Bir gün Nurəddin evə gec gəldikdə Gülpəri hirslənib onu döyməyə başladı. Bu halda qəflətən həzinəsi qapıdan içəri girdi və Nurəddini Gülpərinin əlindən alıb qeyzlənmiş dedi. Ay yaramaz, mən sənin kimi bir kasıb qızını dilənçilikdən qurtarıb özümə arvad etdim ki, sən də bu yaxşılığın əvəzində bu uşağı analıq edib qayğısını çəkəsən, yoxsa onun üçün cəllad olasan. Bundan sonra səni bu evdə bir gün də saxlamaram. Bunu deyib həzinəsi cəld bazara tərəf getdi. Bu ittifaqdan yarım saat keçməmişdi ki, həzinəsinin dükanda ürəyi partlayıb vəfat etməsi xəbəri gəldi. Demək, burada Gülpəriyə əsəbləşib və gedib dükanda yarım saat arasında vaxt olub da, orada ürəyi partlayıb bölüb həzinəsini. Demək, Nurəddin qaldı yetim. Həzinəsinin üçü çıxan kimi Gülpəri Nurəddinin üzündən öpə-öpə əlinə pul verib dedi. Oğlum, daha dərsdən qalma. Dur get məktəbə. Yol uzunu Nurəddin Gülpəri barədə fikir edirdi. Atam öləndən bəri Gülpəri mənimlə çox mehriban dolanır. Əvvəldən belə olsaydı, heç atamın da bağır çatlayıb ölməzdi. Bu fikirdəykən Nurəddin gəlib məktəbə çatdı. Gülpərini belə dəyişməsinin səbəbini Nurəddinin zənn etdiklərinin heç biri deyildi. Gülpəri yaxşı bilirdi ki, özünün övladsız olmasına görə həzinəsinin cəmi mal və dövləti tək Nurəddinə qalacaqdır. Və o da uşaq olduğundan həm ixtiyarı qəyyum əlinə keçəcəkdir. Bütün ixtiyar deyir ki, mənim əlimə Gülpəri deyir ki, öz əlimə keçəcək. İndi hiləcər qadın bu qəyyumluğu axtarırdı və məramına da çatdı. Nurəddin evlərinə qayıtdıqda Bahar onun əhvalatdan xəbərdar edir. Demək, Bahar deyir hər şeyi. Nurəddin Gülpərinin dəyişməsini indi başa düşdü. Bahar dedi, qorxma, nə qədər ki sən sağsan, Gülpəri bir qəpə də əl vura bilməz və səni incidə bilməz. Çünki onda onu qəyyumluqdan çıxararlar. Nurəddin səbirsizliklə gözlədiyi gün gəlib çatdı. Kəndə getməyə hazırlaşırdı. 3 gündür ki, Gülpəri səfərə yığışırdı. Gülpəri cəmi şeylərini sandıqlara doldurub özü ilə aparmaq fikrində idi. Bahar ümid edirdi ki, Gülpəri onu da kəndə aparacaqdır. Lakin hər şey hazır olandan sonra Gülpəri ona dedi. Bahar, sən şəhərdə qalasısan. Evi səndən başqa heç kəsə ümid olub qoya bilmərəm. Gülpəri bir neçə gün qabaq kağız vasitəsilə hansı gün gəlib çıxmalarını atasına məlumat vermişdi. Demək, əvvəlcədən Gülpəri xəbər eləmişdi ki, atasına İmamverdi kişiyə. Yəni, gələcəm, xəbər göndərib. Lakin səfərin ikinci günü gəlib oraya çatdıqda vağzalı nə atası, nə də ki, bir tanış adam gördü. Demək, əvvəlcədən xəbərdar eləyib, amma gəlib çatıbdı vağzalı, amma nə atasını görür, nə də ki, başqa bir adam. Gülpəri nökəri Cəfərə göndərib 2 fayton tutturdu. Faytonun birinə nökəri və şeyləri qoyub, o birinə də özü Nurəddinlə oturdu və qorxa-qorxa yola düşdü. Gülpərini qorxuya salan dağlar arasında və meşələr içində keçən yollar idi ki, onlar da çox vaxt soyğunçuluqla ittifaq düşərdi. Meşənin qurtaracağına 2 vers qalmış bir altı yaraqlı adam Cəfərin qabağını kəsdi. Cəfər kimdir? Cəfər digər əsərlərdə var. Gülpərini nökərdi. Dayan, tərpənmə, atdan düş, yoxsa odladım. Əmraslan ağa, atma, mənəm. Gülpəri bu səsi eşidəcək sevinib qışqırdı. Əmraslan, əmioğlu, sənsən, nə yaxşı gəldin. Bəs atam hanı? Gərək faytonu tutub qabağımıza gələydi. Bilmirəm, kağızım gəlib çatmayıb, ya başına bir iş gəlib. Əmraslan dedi, mənim sizin gəlməyinizdən xəbərim olmamışdı. Demək, Əmraslan xəbəri yox idi. Özüm də evdən səhər çıxmışam. Yəqin əmim indiyə kimi gəlib çıxmamağına səbəb
körpünün sel aparması olmuşdur. Demək, səbəb nədir bu? Bəlkəm də körpünün sel aparıb deyə əmim sizin qarşısına çıxa bilməyib də, atası gələ bilməyib. Sonra faytona minib Gülpəri ilə gizlin söhbətə başladı. Əmraslan İmamverdinin kiçik qardaşı Tanrıqulunun oğlu idi. Bundan başqa Tanrıqulun övladı olmamışdı. Ona görə də valideyni Əmraslanı əzizləyib ərköyün böyütmüşdü. Belə tərbiyənin nəticəsi tezliklə ortaya çıxdı. Əmraslan 9 yaşına çatdıqda atası onu mollanın yanına oxumağa apardı. 3 gündən sonra Əmraslan məktəbdən qaçdı. Demək, mollanın yanına aparır, məktəbə aparır, amma bu oxumur. Çünki ərköyünü böyütmüşdülər və yanlış tərbiyənin nəticəsi Əmraslanın simasında. Tanrıqulu bir-iki adamın məsləhətinə görə oğlunu şkolaya qoydu. Əmraslan şkolada çox davam etmədi. Nadinc uşaq müəllimləri təngə gətirmişdi. Axırda yoldaşlarının birinin yaralanmağının üstündə Əmraslanı məktəbdən xaric etdilər. Demək, səbəb nə idi? Yoldaşlarının birini yaralayır. İmamverdi Əmraslanın oxumayıb belə bir tərbiyə qalmasından çox narazı idi. Bu barədə qardaşı müqəssir bilirdi. Əmraslan 16 yaşına çatanda ata-anası dalbadan vəfat edir. Demək, bu da yetimdir, Nürəddin kimi. 1-2 ilin ərzində yaramaz oğlu atasından qalanların hamısını kefə, qumara qoyub tələf etdi. İmamverdi nə qədər çalışdısa, qardaşı oğlunu pis yoldan qaytıra bilmədi və axırda onunla bilmərdə əlaqəsini kəsib evlənə qoymadı. Nə qədər əlində dövlət var idi, Əmraslan Gülpəriyə yaxın düşmürdü. Elə ki, yoxsullaşdı, Gülpərini almaq fikrinə düşdü. Lakin İmamverdi. Demək, Əmraslan Gülpərinlə evlənmək istəyir ki, onun varın dövlətini ələ keçirsin də İmamverdinin. Nə qədər ki, mən sağam, bu iş baş tutmaz deyə onun təklifini rədd etdi. Gülpərinin könlü əmisi oğlunda idi. Ona görə qoşulub qaçmaq istəyirdi. Lakin Əmraslan bu əmrə razı deyildi. Çünki onun fikri Gülpərini almaq deyil, əmisinin var dövlətini almaq idi. Pis yola öyrənmiş Əmraslan yavaş-yavaş oğurluğa da yol kəsməyə vuruşandı. İndi faytonda əyləşib Gülpəri ilə söhbət edən Əmraslan belə hərifdir. Kənddə bir neçə gün qalmışdılar ki, bir gün Əmraslan onlara gəldi. İmamverdi baba o bir otağa keçdi. Orada nə baş verdiyini Nürəddin bilmədi. Ancaq oradan İmamverdi babanın qışqırığı gəlirdi. Bu ittifaqdan 3 gün keçmiş Gülpəri atasına izinsiz kəbinini kəsdirib Əmraslanı ələ getdi. Gülpəri gətirdiyi şeylərin hamısını özü ilə bərabər apardı. Nürəddin İmamverdi babanın yanında çox gözəl vaxt keçirirdi və şükür edirdi ki, Gülpəri onu özü ilə aparmadı. Əfsus ki, zavallı Nürəddin üçün bu xoşbəxtlik çox çəkmədi. Gülpəri nədənsə fikrini dəyişdirib Nürəddini öz yanına aparmaq istəyirdi. Lakin İmamverdi baba əsla razı olmurdu. Nəhayət İmamverdi baba istər-istəməz razı oldu. Nürəddin də Əmraslanın evinə köçdü. Az bir müddətdə Əmraslan Gülpərinin əlindəki nəqd pulu alıb qumara, kefə tərəf etdi. Bir gün İmamverdi babanın iflic azarından dilə tutulmaq xəbəri gəldi. Gülpəri və Əmraslan cəhd geyinib getdilər, amma Nürəddini aparmadılar. Gecə Əmraslan ilə Gülpərinin söhbətində Nürəddin anladı ki, İmamverdi babanın dili tutulubsa da hələ ölüm haləti yoxdur. Yox, bu xəbərdən Nürəddin şad olub öz-özünə dedi. Yox, Əmraslan məni öldürsə də səhər sübhdən qaçıb babamı yoxlamağa gedəcəyəm. Bu fikirlə Nürəddin yatdı. Səhər tezdən geyinib bağçaya girdi ki, gizincə İmamverdi babagilə getsin. Nürəddin qəflətən Əmraslan və Gülpərinin səsini eşitdi. Cəld kolun içinə girib gizləndi. Əmraslan Gülpəriyə deyirdi. Sənə yenə deyirəm ki, zəhər verməkdən başqa çarə yoxdur. Yazıq baba, bu zalım sənə zəhər vermək istəyir. Yəni, burada Nürəddin elə bilir ki, İmamverdini öldürmək istəyirlər. Bu zalimlar sənə zəhər vermək istəyirlər. Yox, qoymaram. Nə yaxşı oldu ki, bunların fikrini bildim. Nürəddin bu fikirdəykən Əmraslan başladı. İndi yaxşı fürsətdir. Əmimin dili tutulub, xəstəlikdən yatır. Bahar da ki, uzaqdadır. Kimə nə gərəkdir ki, Nürəddin nə azardan öldü? Bu sözləri eşitəndə Nürəddin rəngi qaçıb, tükləri biz-biz durdu. Yazıq uşaq qorxusuna nəfəsinin içinə elə çəkmişdi ki, deyəsən bir ruh idi. Nürəddini göndərəcəyəm ki, həyətdə quyudan su çəksin. Bunu Əmraslan deyir.
O su çəkdiyi halda daldan itələyib quyuya salacağam. Hamıya deyək ki, quyudan su çəkdiyi yerdə özü düşüb boğulmuşdur. Hərgah razısansa de, bu axşam əmələ gətirim. Gülpəri buna desən cavab verdi. Əmraslan və Gülpəri getdilər. Birazdan sonra Nurəddin koluqdan çıxdı. O yana, bu yana baxıb qorxa-qorxa yola düşdü. İndi daha mən İmamverdi babanın yanına niyə gedim? O özü ölüm halında ikən məni bu zalımların əlindən necə xilas edə bilər? Yox. Qaçıb özümü Bahara çatdırmaqdan başqa bir çarəm yoxdur. Bunu deyib Nurəddin sürətlə meşəyə tərəf üz qoydu. Ancaq yolu azıb meşədən çıxa bilmədi. Demək, burada qalmasına səbəbləndi Nurəddinin. Meşədə azıbdı. Gün batan zaman bir şaxlı budaqlı ağac tapıb üstünə çıxdı və gecə orada yatsın. Nurəddin əvvəl gözlərini açanda harda olduğunu bilmədi. Sonra huşu özünə gəlib ağacda yatdığını yadına düşdü. Qarğaların səsinə yol ilə gedən bir qoca dilənçi oraya gəldi. Nurəddin bunu görüb ağacdan düşmək istəmədi. Yolçu dedi, ağacdan düş, oğlum, mən səni evimizə apararam. Nurəddin bu təklifdən qorxub titrəyə-titrəyə cavab verdi. Mənim evim yoxdur, əmi. Mən atasız, anasız bir yetiməm. Dilənçi dağarcığından bir qədər yoğurdu çörək və soğan çıxarıb Nurəddinə verdi. Nurəddin alıb şirin-şirin yeməyə başladı. Acığını bir qədər dəf edəndən sonra Nurəddin bəlalı başına gələn hadisələri dilənçiyə nağıl etdi. Əmi, məni evimizə çatdırsan, Bahar sənə hər nə istəsən verər, deyə Nurəddin dilənçiyə yalvardı. Qorxma, oğlum, səni aparır evimizə verərəm. Sizin şəhər buradan xeyli uzaqdır. 12 gündən sonra yolçular gəlib böyük bir şəhərə çatdılar. Cənnətəli xəstə olduğuna görə Nurəddin dilənməyə göndərdi. Nurəddin indiyə kimi heç vaxt əl açıb dilənməmişdi. Demək, indiyə qədər dilənməyib deyə indi də dilənə bilmir. Bir-iki küçə dolandısa da həya edib heç kəsə əl uzada bilmədi. Küçələrin birinə keçərkən ayağı büdrəyib yıxıldı. Demək, ayağı büdrüyüb deyə yıxılır. Bu halda bir fayton iti gəlirdi. Faytonçu atları saxlaya bilməyib Nurəddini vurdu. Buna görəcək adamlar qışqırışıb yürüşdülər. Nurəddini götürdülər və Rəhimin faytonuna qoydular. Faytonçu Rəhim imiş. O da minib dedi, tez sür evə. Rəhim şəhərin məşhur cərrahını çağırdı. Həkim Nurəddinin yaralarını yerlərini yuyub çağırdı və dedi, qorxu yarası yoxdur, 5-10 günə sağalıb durar. Uşağı soyundurub yumağa məşğul oldular. Rəhimə Nurəddinin boynundan parçaya tikilmiş bir dua çıxartdı. Rəhimə də Rəhimin arvadıdır. Bu duanın parçası həm çirkli, həm də köhnə olduğundan bunu təzə parçaya tikmək məqsədi ilə içindən bir balaca kitab çıxdı. Kişi, gör nədir, deyə Rəhimə kitabı Rəhimə uzatdı. Rəhim ona baxıb dedi, şükür olsun, axırda tapdım. Demək, kitabı görəcək, Rəhim dedi. Sonra üzünü uşağa tutub dedi, sənin adın Nurəddindirmi, oğlum? Bəli, deyə Nurəddin zəif səslə cavab verdi. Bunu eşidən Rəhimə soruşdu. Kişi, sən bunun adını hardan bildin? Rəhimə, bu uşaq axtardığımız Hacı Nəsin oğlu Nurəddindir. Bu əlimdəki də sənə nağıl etdiyim Gülüstan kitabıdır. Nurəddin sağalıb ayağa durmuşdu. Rəhim və Rəhimə Nurəddindən dilənçilik halına düşməyinin səbəbini ancaq indi soruşdular. Nurəddin başına gələni nağıl etməyə başladı. O nağıl etdikcə rəhimdil qocalar da ah çəkirdilər. Nurəddin tamam edib Rəhimdən təvəqqə elədi ki, onu evlərinə, Baharın yanına göndərsin. Rəhim Nurəddin kitabını əlinə götürüb dedi, oğlum, bu kitabın əhvalatını bilirsənmi? Bəli, atam söyləyib deyə Nurəddin cavab verdi. Demək, Rəhim Nurəddindən kitabın əhvalatını soruşur, Nurəddin deyir ki, bilirəm, atam deyibdir. Oğlum, o Rahim mənəm. Bahar səni mühafizə edə bilməz. İndi sən razı olsan, Bahara da yazaram, gələr. Nurəddin bu təklifi qəbul etdi. Rəhim Nurəddini edada, məktəbə, orta məktəbinə qoydu. Bir dəfə dərsdən qayıdarkən Nurəddin küçədə Cənnətəlini gördü. Çox sevindi və onunla görüşdü. Demək, Cənnətəlini hanı vaxt görür? Dərsdən geri qaydanda. Baba, sən mənə yaxşılıq etdin. İndi də mən sənə yaxşılıq edəcəyəm.
Cənnətəliyə təzə libas geyindirib bağçaya bağban etdilər. Bir axşam Nurəddin Rəhim və Rəhimə ilə çay içdiyi zaman Bahar qapıdan içəri girdi və Nurəddinə təəccüblə və çaşmış bir halda baxıb dayandı. Nurəddin cəld qalxıb dedi: "Bahar, məni tanımırsanmı?" Bu sözü deyib özünü onun üstünə atdı. Bahar ancaq indi ayılıb dedi: "Vay, Nurəddin, sağ imiş." Bunu deyib Nurəddini bərk qucaqladı. Bahar biraz rahat olandan sonra dedi: "Nurəddin, bilirsənmi ki, səni hamı, hətta divan da ölmüş bilir. Bir dəfə gördüm ki, Əmraslanla Gülpəri budur, gəldilər. Evin yerdə qalan şeylərini yığışdırıb kəndə göndərdilər və mənə dedilər ki, Bahar, indi sən bizə lazım deyilsən." Bu nağıl etdiyimiz zamanda 10 il keçdi. Rəhimin evində böyük qonaqlıq tədarükü görüldü. Bu qonaqlıq Nurəddinin Edadi məktəbinin qurtarması münasibətilə yoldaşlarına verdiyi ziyafət idi. Amma axşama 2 saat qalmış qonaqlar dağılmağa başladılar. Başqa hansı əsərdə aradan 10 il keçmə məsələsi var. Nurəddin də özünü bir qədər havaya vermək üçün şəhər bağına gəzməyə getdi. Axşam vaxtı Külfət hamısı çay süfrəsinə hazır olan vaxt Nurəddin içəri girib dedi: "Demək, Nurəddin beləliklə məktəbi bitirməsi münasibəti ilə 10 il keçibdi, ziyafət verirlər və Nurəddin gəzməyə çıxır və geri qayıdarkən: Ata, sizə bir qonaq gətirmişəm. Təvəqqə edirəm qəbul edəsiniz." "Edərəm, oğlum, de içəri gəlsin." Nurəddin çıxıb bir dilənçi arvadın əlindən tutub içəri saldı və dedi: "Ana, bilirsənmi bu dilənçi arvad kimdir?" "Gülpərdir," deyə Bahar qışqırdı. Demək, birinci bunu Gülpəri tanıyır. Daha doğrusu Bahar tanıyır Gülpərini. Nurəddin Gülpəriyə tərəf döndü və dedi: "Gülpəri, indiyə kimi mənə etdiyin zülm və cəfanın əvəzində mən sənin bütün təqsirindən keçib bağışlayıram." Bunu eşidəcək Gülpəri ağlaya-ağlaya Nurəddinin ayağına yıxıldı. Nurəddin Gülpərini qaldırıb oturtdu. Gülpəri başladı: "Doğrudur, sənin dövlətinə sahib olmaq istəyirdim, ancaq ölümünü istəmirdim. Məni yoldan çıxardan o şeytan Əmraslan oldu. Sonra səni ölmüş bilib malına sahib olduq. 1-2 ilin ərzində Əmraslan pulları qumarda uçub qurtardı. Sonra əvvəl şəhərdəki və ondan sonra kətdəki evləri satıb tələf etdi. Demək, bütün evləri satır, hamısını qumarda uçur. Hər şey əldə çıxandan sonra Əmraslan məni qovub özü də qaçaq dəstəsinə qoşuldu. Bir neçə müddət quldurluq edəndən sonra divan tərəfindən tutulub asıldı. İndi o gündən küçələrdə düşüb dilənçilik edirəm." Gülpəri başına şal salıb yenə ağlamağa başladı. Rəhim dedi: "Oğlum, indi rahat ölə bilərəm. Çünki sənə verdiyim tərbiyənin meyvəsini bugün gördüm. Mən səni oğulluğa götürməklə böyük bir hünər etmədim. Çünki mən ancaq yaxşılığa etdim. Bu hər kişinin işidir, amma sən yamanlığa yaxşılıq etdin. Bu isə ancaq sənin kimi hər kişinin işidir." Bununla deyən Rəhim Nurəddini qucaqlayıb öpdü. Belə, bu da oldu Nurəddin əsərinin məzmunu. Əsas məsələləri dedim, burada qeyd elədim, altdan xətt çəkdim. Əsər epik növdə yazılmışdı, hekayə janrındadır, təhkiyə əsasında yazılıbdır. Əsərin ideyası da bilin ki, yaxşılığa yaxşılıq hər kişinin işidir, amma yamanlığa yaxşılıq hər kişinin işidir. Bu atalar sözü ilə yaxından səsləşir. Əsərdə bilin, xeyirlə şərin mübarizəsi var, sonda xeyir qələbə çalır və əsər tərbiyəvi nəticə ilə yekunlaşır.